Bakının bir sıra yollarında nəqliyyatın sıxlığında qismən azalmalar müşahidə olunur. İstər şəhərə giriş-çıxışlarda, istərsə də mərkəzdə tıxacda qalma müddəti nisbətən azalır. Doğrudur, tıxac problemi tam olaraq həllini tapmayıb, amma dəyişən gedişat gələcəkdə bu tərz məsələlərin tamamilə aradan qaldırılacağına dair inamın artmasına səbəb olur. İndiki məqamda tıxacların qismən yüngülləşməsinin bir sıra əsas səbəbləri var. İlk olaraq paytaxt ərazisinə kənardan gələn avtomobillər üçün son illər bir sıra yeni yollar açılıb. Artıq insanlar gedəcəyi ünvandan asılı olaraq Bakıya bir neçə istiqamətdən giriş edə bilirlər. Eyni proses paytaxt daxilində hərəkətə də tətbiq olunub. Təbii ki, insanların rahatlıqla alternativ yollara üst tutmasının arxasında naviqasiya sistemlərinin təkmilləşdirilməsi və əhalinin bu texnologiyadan istifadəni genişləndirməsi dayanır. Müvafiq proqramlar hesabına vətəndaşlar istədikləri ünvana proqram üzərindən ən qısa zamanda çata bilirlər. Digər tərəfdən həm Bakı daxilində, həm də paytaxta gediş-gəliş yollarında avtobus zolaqlarının yaradılması da prosesə öz töhfəsini verir. İlk başlarda zolaqlarda avtobusların azlığı səbəbindən yeni qaydalar sevilməsə də, şəhər daxili və xarici ictimai nəqliyyat vasitələrinin sayının çoxaldılması insanların minik avtomobillərinin istifadəsini azaltmasına səbəb olub. Bəzi insanlar artıq ictimai nəqliyyata üst tutur. Avtobus zolaqlarının olması avtobusların keçid üstünlüyünü təmin edir və sürətli keçid baş verir. Əvvəllər 40 dəqiqəyə, 1 saata qət edilən yolu indi avtobus təxminən 20 dəqiqə daha tez qət edir. 18-20 dəqiqəyə qədər intervalın aşağı düşməsi çox böyük bir göstəricidir. Ona görə bəzi insanlar bu seçimi edirlər. Tıxacdan bezib edənlər də var, sevə-sevə edənlər də var. Həmçinin sürücülərin artıq tıxacda ara məsafəsi saxlaması həm ani qəzaların qarşısını alır, həm də nəqliyyatın fasiləsiz hərəkətini təmin edir.